Salam dəyərli izləyicilər. Bugün sizinlə inək südündən südə heç bir qatqı maddəsi qatmadan, uzun müddət qaynadıb buxarlandırmadan asan, 100% zəmanətli, ən düzgün üsulla daş kimi bərk, ləzzətli, şirin qatığın qoyulma qaydasını bölüşürük. 2 ədəd 2 litrlik plastik şüşə ilə 4 litr süd almışıq. Nəzərə alırıq ki, ola bilər bunlar fərqli heyvanların südüdür və yaxud da fərqli vaxtlarda sağılıb. Biri köhnə olsa, çürüsə, digərini də çürütməməsi üçün onları bir-birinə qatmırıq. Ayrı-ayrı qaynadırıq. Qoyuruq ocağın üzərinə, qazı gür açırıq. Gördükdə ki, süd qalxmağa başlayır, daşmağa doğru gedir. Onu 1 dəqiqə qaynadıb ocağı söndürüb, barmağın dayana biləcəyi istiliyə qədər soyuduruq. Qatıq qoymaq üçün südün temperaturu ilıqdan biraz isti olmalıdır. Çox isti olanda ondan qatıq qoyduqda, qatıq götürəndə görəcəksiniz ki, üzəri bütün zərdabdır. Su ilə örtülüdür üzəri. Barmağımızı südün içərisinə salırıq. Barmağımız bu istiliyə davam gətirə bilirsə, xoş istiliyi varsa, südün ondan qatıq qoya bilərik. Götürdüyümüz bankaların həcmi 450-500 ml-dir. Mən bunu qeyd edirəm ki, sizin üçün təsəvvür olsun. Biləsiniz ki, təxminən nə qədər südə, nə qədər qatıq əlavə olunmalıdır. Südü yığırıq bankalara. Südün temperaturu çox da az olanda ondan qatıq əmələ gəlmir. Bunu da qeyd eləmək istəyirəm. Yəqin ki, təcrübəli xanımlar artıq bunu bilirlər. Mən sizə əyani şəkildə südün dəqiq temperaturunu göstərmək üçün termometrdən də istifadə eləmək istəyirəm. Tuturuq termometri. Baxın, temperatur 43,5-dır. 42-43 dərəcə olsa südün temperaturu, ondan qatıq mayalaya bilərik. Hər bankaya yarım çay qaşığı qatıq əlavə edib yaxşıca qatırıq. Mən onu da sizinlə bölüşmək istəyirəm. Mənim anam deyir ki, öz anamdan görmüşəm, yəni nənəmdən. Anam da belə eləyir. Qatığı mayalayanda belə bir səs çıxarır. Yəni, belə bir inanc var ki, belə eləyəndə qatıq yaxşı mayalanır, tez mayalanır. Və belə də deyirlər, mən gedirəm, sən də gəl. Yazın görək, siz qatığınızı özünüz mayalayırsınız, yoxsa satışdan alırsınız. Əgər özünüz mayalayırsınızsa, bəs siz necə eləyirsiniz qatığı mayalayanda, nə deyirsiniz? Şərhlərinizi gözləyəcəyik. Bankaların hamısını mayaladıkdan sonra qapaqlarını belə yüngülvari qoyuruq. Yəni, möhkəm bağlamağa ehtiyac yoxdur. Sadəcə olaraq üzərini örtsün. Və bunları isti bir yerə 2 saat, yarım, 3 saatlıq mayalanmağa qoyuruq. İndi havalar istidir. Çox gözlətməyin. 2 saat, yarım, 3 saat kifayətdir. Çox da qalanda qatıq turş alına bilər. Üzərini yaxşıca örtürük və 2 saat, yarım, 3 saatlıq gözlədirik. Mayalanma müddətində buna dəymək olmaz. Belə bir inanc da var ki, dəyəndə, toxunanda səksənə bilər, o zaman qatıq əmələ gəlməyəcək. Müddət keçdi, biz açıb baxmaq istəyirik. Baxın, gördüyünüz kimi artıq qatıq mayalanıb, tutub. Onu götürən kimi kəsmirik, çox sulana bilər. Qoyuruq soyuducuya, özünü tutsun. Özünü tam tutub yaxşı soyandan sonra süfrəyə verə bilərik, kəsə bilərik. Belə deyirlər ki, güya qatıq qoyuruq, qatıq sulanmır, amma normal əgər təbii süddən alınıbsa, heç bir qatqı maddəsi əlavə olunmayıbsa, normal qatıq kəsən zaman sulanmalıdır. Yəni ona qaşıq dəyəndə o sulanır. Sulanmaması üçün onu kəsən kimi qatmaq lazımdır. Qatdıqdan sonra artıq sulanmır. Mən göstərmək istəyirəm qoyduğumuz qatığı. Baxın, dediyim kimi daş kimi möhkəmdir. Baxın, əyirik bankanı, tökülmür. Biz inək südündən qoymuşuq qatığı. Camış südü ilə qatıq daha da bərk alınır. Yəqin ki, təcrübəli xanımlar, özü qoyanlar bilirlər. Bu belədir. Həm də ki, ağappaq olur camış südü ilə qatıq. Südün özü də ağ olur, qaymağı da ağ olur və ondan qatıq da qoyduqda qatıq ağappaq alınır. Baxın, görürsünüz, bu isə inək südündən hazırladığımız qatıqdır. Kifayət qədər bərkdir, inək südü üçün bu normaldır. Əgər yaxşı süddürsə, onu heç uzun müddət qaynatmağa, tərkibinə nəsə əlavə eləməyə, nişastə əlavə eləməyə heç ehtiyac yoxdur. Siz də hazırlayın, nuş olsun.